Bakıda keçirilən ikinci Azərbaycan-Türkiyə İnvestisiya Forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir. Forum hökumət və biznes dairələri arasında birbaşa iqtisadi dialoqun qurulması, yeni investisiya layihələrinin təşviqi və ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə yol açır. Xüsusilə metal emalı, maşın qayırma və digər sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi nəzərdə tutulur. Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyar dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyar dollar sərmayə qoyub. Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəaliyyət aparır. Eyni zamanda Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir. Qarşılıqlı sərmayə qoyuluşunun bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik. Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında sərbəst ticari sazişin imzalanması, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, ixrac-idxal əməliyyatlarının asanlaşdırılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına xidmət edəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması, orta dəhlizin beynəlxalq nəqliyyat logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu barış tam anlamıyla gerçekleştiği zamanda hem Güney Kafkasya için büyük bir istikrar ve refah zemini oluşturmuş olacaktır. Hem de Orta Asya ile Türk Cumhuriyetleri ile Türkiye ve Avrupa'nın entegrasyonunda, ilişkilerinde çok önemli katkılarda bulunacaktır. Bu çerçevede Zengezur bağlantısının açılması, orta koridorun rekabet gücünü daha ileri seviyeye taşıyacaktır. Son 10 ildə Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 2,4 milyard Amerika Birləşmiş Ştatları dollarından 8 milyard Amerika Birləşmiş Ştatları dollarına yüksəlib. Bu göstərici iki ölkə arasında iqtisadi münasibətlərin tarixində ən yüksək mərhələyə çatdığını nümayiş etdirir. Bizim 2021'de yürürlüğe giren bir tercihli ticaret anlaşmamız var. Buna ek olarak bir protokol imzaladık karşılıklı olarak. O da 2024'te yürürlüğe girdi. Bunların olumlu etkilerini zaten gördük ticaretimizde ve ekonomik ilişkilerimizde. Gönlümüz Türkiye-Azerbaycan serbest ticaret anlaşması yapsın istiyor. Bu konuda iki hükümetin teknik ekipleri görüşüyorlar, etki analizleri, değerlendirme çalışmaları yapıyorlar. İnşallah zamanla bunu da başaracağız. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, sənaye parkları və xüsusi iqtisadi zonalar Türkiyəli iş adamlarının bu ərazilərə olan marağını getdikcə artırır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan vergi, gömrük və maliyyə güzəştləri yerli və xarici investorların cəlb edilməsində mühüm rol oynayır. Forum çərçivəsində mühüm enerji investisiya sazişi imzalanıb. Bu saziş Azərbaycanın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan-Türkiyə arasında strateji iqtisadi və enerji əməkdaşlığının daha da dərinləşdirilməsinə xidmət eləyir. Fidan Mahmudova, Elvin Qəhrəmanov, Rauf Məmmədov, AzTV Xəbər.